Qax rayonunda yerləşən 2 evdən oğurluq edilib. Bu barədə reportda Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib. Qeyd edilib ki, axşam saatlarında evlərə daxil olan naməlum şəxs 100 min manata yaxın pul və 25 min manat dəyərində qızıl zinət əşyalarını talayaraq ələ keçirib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluğa görə dəfələrlə məhkum edilmiş 32 yaşlı Elçin Rəşidov saxlanılıb. O, oğurladığı maddi vəsaitlərlə xarici ölkələrə istirahətə getdiyini, qızıl zinət əşyalarını isə lambarda girov qoyaraq əvəzində pul götürdüyünü bildirib. Araşdırmalarla Elçin Rəşidovun paytaxtın Binəqədi rayonunda da oğurluq etdiyi müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qəti imkan tədbiri seçilib.